Namiq qardaşımızın simasında olan Şirvan şəhidlərini ziyarətindəyik. Şəhidlər bizim dilimizin əzəl müftədasıdır. İgidliyin, hünərin yol yoldaşıdır. Qəhrəmanlığın dastanıdır. Biz yaşadıkça bizim yolumuzda, evlatlarımızın yolunda canlı fəda edən, vətən uğrunda öz sinəsini, öz şirin canını düşmən gülləsinə sipər edən şəhidlərimizin ziyarətində olacağıq. Onların valideynlərinin, onları dünyaya gətirən qəhrəman analarının yanında olacaq. Və bu bizim vətəndaşlıq borcumuzdur. Bu bizim mənəvi borcumuzdur. Bugünkü tədbirin məqsədi də bizim bir neçə gün sonra qarşılayacağımız Vətən müharibəsinin 5-ci il dönümü ilə əlaqədardır. Vətən müharibəsinin başlanmağından artıq 5 il ötəcək. Və zaman keçdikcə, tarix dəyişdikcə şəhidlərimiz bizim qəlbimizdə daha da yüksəklərə ucalacaq. Necə ki, Allahın qatında uca bir məqamdadır. Biz onları illər keçsə də, qərnələr ötsə də biz onları unutmayacaq və unutturmayacaq. Övladlarımızı, nəvələrimizi, kiçik yaşlı məktəbliləri, yəni məlumatlandıracağıq. İstər sözlərimizlə, istər video çəkilişlə, istərsə də qələm izlərimizlə.